Qaçaraq yolun hərəkət hissəsinə çıxan uşağın yaratdığı təhlükə. Yaşayış zonasında yola bitişik səkidə uşaqlar futbol oynayırlar. Qəflətən top yolun hərəkət hissəsinə yuvarlanır. Onun dalınca qaçan uşaq gözlənilmədən yaxınlaşan avtomobilin qarşısına çıxır. Sürücü avtomobili dayandırmağa çalışsa da qəzadan qaça bilmir. Azyaşlı uşaqların yolun hərəkət hissəsində və ya səkilərdə topla oynaması çox təhlükəlidir. Uşaqların oynaması üçün valideynlər təhlükəsiz yer seçməli və onları daima nəzarət altında saxlamalıdırlar. Sürücülər isə yaşayış zonasında xüsusilə diqqətli olmalı və nəzərə almalıdırlar ki, bu ərazidə piyadalar hərəkət üstünlüyünə malikdirlər. Yol hərəkəti haqqında qanunun tələbinə görə sürücü yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş yerlərdə saatda 20 km-dən artıq sürətlə hərəkət etməməlidir ki, ekstremal vəziyyətdə nəqliyyat vasitəsini qəfil saxlamaq mümkün olsun. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi